öldürmək istəyirdilər gecə ilə. Məsələn, İmam Hüseyn əleyhissalam götürdü Bəni Haşimi, çıxdı, gəldi Məkkəyə. Məkkədə xəbər veriblər ki, həcc olan vaxtı, təvaf olan vaxtı əbalarının altında, nə bilim, ehramlarının altında qılıncla gəliblər, sənin qanını bu müqəddəs torpaqda tökəcəklər. İmam Hüseyn əleyhissalama artıq xəbər veriblər, İmam Hüseyn əleyhissalam Məkkədən tez çıxır. Qurbanını tez kəsdi, çıxdı. Bəzilər deyirlər, qurban kəsmədi. Qurbanı kəsdi, amma əsl qurbanları hara gətirdi kəsməyə? Kərbalaya gətirdi kəsməyə. 72 dənə qurbanı saxladı ora. Dedi ki, qardaş, mən burada da qalsam, Mədiniyə də geçsəm, Yəmənə də geçsəm, hara geçsəm, qayanın içərisində də girsəm, məni çıxardıb öldürəcəklər. Madam ki, məni öldürəcəklər və mənim də hədəfim budur ki, Yezid adında bir adam hakimiyyətdə qalmasın. Bəs mənim gücüm çatan iş yerinə yetirməliyəm. Uzun-uzadı arzudur, amma gücü çatan şəkildə yerinə yetirmək istəyir. Ki, Yezid adında cəmiyyətdə adam olmamalıdır. Madam ki, öləcəyəm, elə ölüm, mənim ölümüm təsirli olsun. Məkkədə ölmək bu təsiri buraxmayacaq. Mədinədə ölmək bu təsiri buraxmayacaq. Mən elə bir yer seçməliyəm ki, həmən yerdə ölmək bütün İslam cəmiyyətini silkələyəcək. Ona görə sahabələrin götürdü, ailəsini götürdü, Əhl-i-Beyti götürdü, yavaş-yavaş gəldilər. Yavaş-yavaş gəldilər Kərbalaya tərəf. Baxın, özünün gücü çatan işi yerinə yetirir. Kufiyə getməmişdən qabaq Kufədilər ki, məktub yazmışdılar, yenə də birbaşa getmir. Müslüm ibn Əqili göndərir. Get, nə var, nə yox, xəbər göndər, bilsin gələk. Müslüm ibn Əqil gedir, 18 min adam beyyət eləyir bir günün içərisində, məktub yazır ki, gəl. Bunlar hamısı səni gözləyirlər. İmam Hüseyn əleyhissalam məktubu alandan sonra yola çıxır. Yola çıxır, gəlir. Gələndən sonra da Müslümün əleyhinə qiyam eləyirlər, Müslümü orada şəhadətə yetirirlər, Müslümü də, hanini də. Sonra şəhadətə yetirəndən sonra vururlar bir Kufa bazarında qənaralara. Ki, cəmaat hamısı görsünlər ki, daha bunlara üstündə qiyam eləyən olmasın. İmam Hüseyn əleyhissalam gəlir, Kərbalaya gəlib çatanda artıq bir nəfər gəldi, xəbər verdi ki, Müslümü dahi bir necə xəbər aparımı sədparələrə, Müslümü çəkdilər qənarələrə. Artıq gəlib Kufiyə, Kərbalaya çıxıb. Kərbalaya çıxıb, amma ki, biraz qabaq ki, dedi, insan özünün gücü çatanı ən yaxşı şəkildə yerinə getirməlidir. İmam Hüseyn əleyhissalam onu yerinə getirir. Az əlində imkaniyyəti var. Neçə dənə adamı var? Amma baxın, həmən adamla elə mübarizə aparır, elə bilirsən, böyük bir dənə qoşundur. Hürr ibn Yazid Riyahi imamın üstünə gələndə, ağa gördü ki, o tərəfdən atlılar gəlirlər, nizəlilər gəlirlər, ağa deyir, getdik. Özümüzü verək arxa tərəfə, dağa tərəfə. Dedilər, nəyə görə? Çünki deyir, dağ tərəfdən, arxadan bizə hücum eləməsinlər, qabaqdan hücum eləsinlər. Bir tərəfdən üstümüzə hücum olsun. Elə bir sanki böyük bir dənə qoşun. Əlində olan gücü ən yaxşı şəkildə istifadə edir. Xulasa gəldilər, Hürr ibn Yazid Riyahi həmən vaxtda döyüşə girmədi. Sonradan gəldilər Kərbalaya. Kərbalaya gələndə deyir, elə yer deyir, seçin ki, bizim üstümüzə bir dənə yerdən hücum eləsinlər. Bir dənə yerdən hücum eləsinlər. Dedilər, ağa, burada elə yer yoxdur. 2 dənə yerdən hökmən hücum olacaq. Təpələri məsələn bir tərəfimizdə qərar verdi, təpənin üstündə məsələn durmaşı buradan hücum eləmək çətin olacaq. 2 tərəfimiz boş qalacaq. Ağa dedi ki, bir tərəfi xəndək qazın. Xəndək qazın içərisinə odun yükləyin. Odun doldurun içərisinə. Qırıntılar məsələn, ağac qırıntılarını doldurun onun içərisindən, od vurun, qoy yansın həmişə. Nəyə görə? Çünki od olsa orada atlar oradan keçə bilməyəcəklər. Bizə oradan hücum eləyə bilməyəcəklər. Yalnız və yalnız bir tərəfdən bizə hücum eləsinlər. 72 nəfər. Deyək ki, 72 nəfər bəzi rəvayətçilər qəbul eləmirlər. 100 neçə nəfər məsələn, 120 nəfər. 120 nəfəri olmasına baxmayaraq, ağa Aşura günü onlarla elə döyüşür. Sanki elə bir böyük bir dənə qoşunla gəlir. Müqabil tərəfdə 30 min adam var ki, yazır ki, Aşura günü Yezid tərəfdən gələn qoşunun sayı 30 min nəfərdən çox idi. 30 min nəfərin müqabilində 100 neçə nəfər. Amma 100 neçə nəfər elə, yaxud 72 nəfər elə dayanıblar, sanki elə bir böyük, özləri də böyük qoşundular. İmam Hüseyn əleyhissalam bayraqdarı var, Əbəlfəzl Abbas, salamullahi aleyh. Bayrağı verir ona. Sağ cinah, sol cinah, sən filan tərəfdən, atlılar, piyadalar, hamısını bölüb, elə bir böyük bir dənə qoşun. Gücü çatanı ən yaxşı şəkildə yerinə yetirmək buna deyirlər. Sənin əlində imkaniyyatın varsa, imkaniyyatı gücün şəkildə ən yaxşı şəkildə yerinə yetir. Əgər sən arzuları cəm eləməyin, öyrənmək istəyirsənsə, İmam Hüseyn əleyhissalam öyrətdi bizə. Az imkandan necə güclü istifadə edirlər. İmam Hüseyn əleyhissalam bilir öləcək, amma ölüm üçün hər yeri seçmir. Elə bir yer seçir ki, həmən yerdə şəhadətə yetişməyi sonradan səbəb oldu ki, Yezidin hakimiyyəti silkələndi. Yezid hakimiyyətdə qala bilmədi. Bütün İslam ümməti hamısı qalxdılar. Az imkandan necə adi şəkildə istifadə elədi.
İmam Hüseyin əleyhissalam bizə öyrədir. Sən də bax, bax gör nə edirsən. Əlindəki az imkaniyyatdan, yaxud əlindəki imkaniyyatlardan bu cür ali şəkildə istifadə eləməyi bacarırsan, yoxsa yox. Hansı tərəfdəsən sən? Kullu ərzün Kərbəla, kullu yevmin Aşura. Belə bir dənə söz var, deyir. Hər gün Aşuradır, hər yer Kərbəla. Biz öz həyatımıza misal vurdu, indi gələk bunu dinə aid edir. Hər bir dövrün İmam Hüseyni var. Bizim əqidəmiz budur. Bütün imamlar hamısı 14 məsum olsalar da, amma hamısı deyir biz bir dənə ruhu 14 dənə bədəndə. Bir dənə ruhu 14 bədəndə. Hər dövrün İmam Hüseyni var. Hər gün Aşurada, hər yer Kərbəla, sanki elə belə. Hər gün Yezidin qoşunu ilə İmam Hüseyin əleyhissalamın qoşunu üzbəyiz dayanıblar. İmam Hüseyin əleyhissalam qalıb bir tərəfdə, deyir ki, həl min nasirin yansuruni, həl min zabbin yazubbu anni. Görəsən, bir dənə mənə kömək eləyən varmı? İçərimizdə elə bir adam varmı gəlib mənə kömək eləsin? İçərimizdə elə bir adam varmı ki, gəlsin məndən ötürü özünü əritsin? Mənə özün qurban versin. İmam Hüseyin əleyhissalamın nidası hər gün, hər saat. Sən bax gör hansı tərəfdəsən. Yezid tərəfində qalıb hərmələ kimi Əhl-i Beytə ox atırsan, yoxsa İmam Hüseyin əleyhissalamın tərəfində qalıb İmam Hüseynin qabağında qalmışsan, deyirsən ki, ağa sən namaz qıl, mən sinəmi vermişəm qabağa. Qoy oxlar mənim sinəmə dəysin, mənə dəysin. Sənə zərrə qədər ox dəyməz. Hansı birindənsən sən? İmam Hüseyin əleyhissalamın Aşurasında, Kərbəlasında 2 dənə əhvalat adamı məsələn yandıran əhvalatlardandır. Biri Həzrət Əbəlfəzlin əhvalatıdır ki, gəldi deyir, qeyrət dəryası gəldi daxil oldu su dəryasına. Tarixçilər yazır ki, baxmayaraq ki, öz əynində ağır zirəhi vardı, başında dəbirğəsi, nə bilim, qılıncı, özü neçə gündür susuzdur, deyir, dizə qədər suya girməsinə baxmayaraq, amma sudan deyir, içmədi. Sudan nə üçün içmədi? Dedi ki, mən bu sudan necə içim? Mən bu sudan necə içim ki, mənim qardaşım Hüseyin susuzdur? Mən bu sudan necə içim ki, mənim qardaşımın balası Rüqəyyə susuzdur? Mən bu sudan necə içim ki, Əliyyü Əsğar susuzdur? Tək özün fikirləşmir. Elə iş görür ki, özüdür, həlak olsa da, ondan sonra gələnlər hamısı, məsələn, islah olacaqlar. Deyir, mən deyir, bu sudan necə içim? Ya nəfs, bədəl Hüseyni xuni. Adam bəzən dərk edə bilmir. Görəsən, biz Kərbəlaya gedəndə qardaşların biri üçün danışdıq ki, müstəhəbbə əməl var. Gelirsən, Fərad çayında qusl edirsən, ayaq-yalın şəkildə gəlirsən, zikirləri oxuya-oxuya İmam Hüseyin əleyhissalamın ziyarətinə. Biz Kərbəlada olanda, Allah arzusunda olanlara qismət eləsin, elə bildiyi zarafat edirlər. Bunu məsələn söz gəlişi dedilər, sonradan maraqlandı, gördü doğrudan da bu cürədir. 60 dərəcə isti. 60 dərəcə istidir, xülasə biz gedirik. Elə istidir, təsəvvür elə bir 300-400 metrə yol gedəcək, amma istidən getmək olmur. Yadıma saldım, dedim, ilahi, Kərbəlada olanlar nə çəkiblər? Təsəvvür biz burada 200-300 metrdən sonra ziyarətgaha girəcək, ziyarətgahın hər tərəfində sudur. Sərin sular qoyublar, içinə buzları atıblar, amma təsəvvür elə, 3 gün susuz olasan, əynində zirəhin, nə biləm, əziyyət çəkəsən, nə qədər döyüşəsən, yorğun halda gələsən, girəsən suyun içərisində, suyu içməyəsən, ilahi, bu nə böylüyü də qeyrətdir. Mənim qardaşımın balası su içməyib, mən su içmərəm, qardaşım su içməyib, mən su içmərəm. Bunu görəsən, mən olsun eləyərəm, yoxsa yox. Axı, mən nə qədər Əbəlfəz demişdim, ya Əbəlfəz, ya Əbəlfəz, Hüseyin vay, Hüseyin vay. Ya Ali deyirdilər, mən qışqırdım, ya Hüseyin sinə vuranda. Görəsən, bu cür olmuşam, yoxsa yox. 3 gün susuz qalandan sonra suya girəsən, içməyəsən, çıxasan. Qardaşın balaların tək özü fikirləşməyəsən. Bir dənə yandıran yer budur. İkincisi də İmam Hüseyin əleyhissalamın bir vaxtı oldu. Deyir ki, İmam Hüseyin əleyhissalamı deyir, qoruyurduq biz ki, ağaya hücum eləməsinlər. Ağa da düzdür demişdi, məndən işiniz olmasın, gedir məsələn çadırlarınızda istirahat eləyən. Amma deyir, mən deyir, qorxurdu ki, birdən gecənlə casuslar gələrlər, ağaya hücum eləyərlər, məsələn, zədə vurub gedərlər. Deyir, ağanı deyir, tərk eləmirdi. Gördüm ki, ağa xeyməsindən çıxdı, amma məni görmədi. Məni görmədi, getdi xeymələrin arxa tərəfinə. Ki, həmən tərəf ki, məsələn, oradan boşluq vardı, həmən tərəfə getdi,
Görürəm ki, əyilir, qalxır. Əyilir, qalxır. Əyilir, yerdən nəsə götürür, yenə qalxır. Əyilir, yerdən nəsə götürür, qalxır. Dözə bilmədim, gəldim, görəsən nə olub? Məni gördü, adımla xitab elədi. Gəl. Deməmişdim ki, mənim adım düşməyəsən. Dedim, ağa, qorxdum ki, bəs belə. Ağa, başıma dönüm, nə inirsən, yerdən nə yığırsan? Gördüm ki, ağanın gözləri doldu. Ağanın gözləri doldu, dedim, ağa, başıma dönüm. Niyə ağlayırsan? Səni ağladan nədir? Yerdən yığdıqların nədir? Gördüm, ağanın əlində tikanlardır. Dedim, ağa, bunlar nədir? Bunları nə üçün yığırsan? Dedi ki, bunları ona görə yığıram ki, sabahki günkü Aşura günü olacaq. Günün bir vaxtı olacaq, bizim hamımızı öldürəcəklər. Başımızı kəsəcəklər. Atların ayağının altına deyir, yıxacaqlar bədənlərimizin üstlərindən. Atları o tarafa çapdıracaqlar, bu tarafa çapdıracaqlar. Deyir, bizim başımıza bunu gətirib, yerinə getirəndən sonra deyir, ürəkləri soyunmayacaq. Hücum eləyəcəklər mənim ailəmin xeyməsinə tərəf. Xeymələrə tərəf hücum eləyəndə, hücumda olan vaxtı uşaqlar deyir, qorxuya düşəcəklər, təşvişə düşəcəklər. Həmən bu səmtə qaçacaqlar. Mən deyirəm, buradan tikanları yığıram ki, mənim balaca Rüqəyyəm əgər bu tərəfdə qaçsa, ayağına tikanlar batmasın. Sallallahu aleyke ya Abdullah Görəcək o karivani həvəsləndi Kərbəla Görəcək o karivani həvəsləndi Kərbəla Aləmi mənada güya belə səsləndi Kərbəla Nə dedi? Dedi ey Kəbə ildə minlərlə karivan sənin Bəsdir Hüseyin mənə Ah bu günləri siz gəlibsiz İmam Hüseyin əleyhisselamın əzhasına Ah qoymadılar o cavanları, o qızları İmam Hüseyin əleyhisselamın Nəşinin üstündə ağlayalar Hey ağlayanda taziyanə ilə vurdular Dedilər ağlamayın Ağam ey, ağam ey, ağam ey Silən bu günlər o kövrələn qəlblər üzü O yaşaran gözlər üzü Kərbəlanın bir qəribinin yazına varar O Müslüm idi can verəndə Yüzün dolandırdı Kərbəla səmtinə O Kərbəlanı görənlər Var rivayətdə İmam Hüseyin əleyhisselam İmam Sadiq əleyhisselam nəql eləyir Dedi İmam Hüseyin əleyhisselam Qiyamətin günündə 3 şəxsin sifətinə baxar, üzünə baxar Soruşdular ki, Əbnə Rəsulullah, kimdir o 3 şəxs? İmam Sadiq əleyhisselam buyurur, biri o şəxsi ki, İmam Hüseyin əleyhisselamın məclis qurar. Qiyamətin günündə hətmən İmam Hüseyin əleyhisselam o şəxsin üzünə baxar. İkinci o şəxsidir ki, İmam Hüseyin əleyhisselamın məclisinə gələr. Hətmən İmam Hüseyin əleyhisselam o şəxsin üzünə baxar. Üçüncü o şəxsi ki, İmam Hüseyin əleyhisselama göz yaşı tökə belə məclisdə. Çünki məzlum olub. Yine hərdən görəsən ravi deyir, İmam Hüseyin əleyhisselama sual verirdilər. Əmoğlucan, kimlər sual verirdi? Müslümün o balaları, qızları sual verirdi, xanımı sual verirdi ki, əmoğlucan, axşam olanda sual verirdilər. Əmoğlucan, bu Müslümdən bir xəbər yoxdur mu Küfədən gəlsin? Müslümü Küfədə elə qərib elədilər. Gəldi xaniyə, dedi ki, xani istəmirəm ölümüm sənə əziyyət olsun. Çıxıram bu evdən. Gəldi bir qapının ağzında oturmuşdu. Kim idi o? To'eydi xanım, tarix yazır.
Dedi kimsən? Dedi bu şəhərdə mən qəribəm. Bir şəxs yoxdur ki mənə yer versin. Yer verdi öz evində ona. Amma bir zaman gəldi Bəkir ibn tarix yazır ki Bəkir ibn Həmran Müslimi çəkə-çəkə o evdən aparır hara? O Kufənin Darül İmarəsinin üstünə. Elə ki gətirdi o yerə, istədi başın bədənindən ayıra, cəsədin ata torpaqlar üstə. Dedi sənə 3 vəsiyyətim var. Biri budur ki Bəkir, mənə icazə verginən öz Allahımdan 2 rükət namaz qılam, razı niyaz eləyəm. Dedi buyur ginən. Dedi bax namazı ölüm dəmində də yaddan çıxartmayıb əhl-i beyt. 2 rükət mənə namaz qılmağa ömrü verginən, fürsət verginən. İkinci vəsiyyətin nədir? Dedi ikinci vəsiyyətim budur ki bu şəhərdə ki mən neçə gün qaldım İmam Hüseyin əleyhissalamın xüsusi səfiri oldum. 700 dirhəm borc varımdı. Varmı ki bir şəxs çıxsın meydana mənim borcumu versin? Mənim zirehimi satsın, xəncərimi satsın, borcumu versin. Üçüncü tapşırığın nədir Müslim? Dedi elə ki mən öldüm, mənim o qara köynəyimi, mənim o qana bələşən köynəyimi qızlarıma göndərərsiniz, xanımıma göndərərsiniz. Üzün dolandırdı Kərbəla səmtinə dedi, əvvəl səlam olsun sənə ya Əbu Abdillah. Qasid bir zaman xəbər gətirdi İmam Hüseyin əleyhissalama. Xəbər verəndə xanımlar, qızlar eşitmədi. İmam Hüseyin əleyhissalam atından düşdü, dizə çöktü İmam Hüseyin əleyhissalam. Müslümün hanının məzlumiyyətini ağladı. Kaş oleydün Kərbəlada həmən gün ki İmam Hüseyin əleyhissalam çuxur yerdə olanda dizi üstə durdu, taqətə gətirdi bədənin, dizi üstə durdu, bir söz dedi, dedi ah ey Müslüm, əmoğlu can, qərib qürbətdə olmaq nə çətin imiş. Salam ola çəmən zülmülən solan ağıma, salam olayat çəməni zülmülən solan ağamaya. Əvvəl salam deginən İmam Hüseyin əleyhissalamın özünə əzaya gələnlər. Bu günləri gəlibsən bu məclis əza içində, hağı yox idi bir nəfər tapıla alimin nazirin. Kömək deyəndə köməklərim azalıb deyəndə İmam Hüseyin əleyhissalam dedi ey kafir bir əl saxla ginan niyə? Çün qərib qürbətcə balalarım vardır mənim ata görərsən can verəndə balaların arasında yolar. Müslüm can verəndə üzün dolandırdı Kərbəla səmtinə. Dedi ey balalarımın fənayırsın, ay qəlbinə bala dağı çəkilərmisin. Qədimdə belə adət vardı, nənələr görərsən balalarının əlindən tutardılar, gətirərdilər sən məclisinə. Soruşanda nənə bu kimin məzarıdır, bu kimin qəm günüdür? Deyərdi bala onun da mən kimi balası ölüb, onun da mən kimi qardaşı ölüb. Ama desin ya Hüseyin, dedi zalim bir el sakla cinan, mən qəribəm gülürəm, yox başım üstə ağlayanım. Qoyma topraqların üstə qala baksın bədənimsin. Ravini gördüm Müslümün, açıblar cəsədin Küfə küçələrinə. O balaca balalar belə daş vurur Müslümün cəsədinə. Belə məzlum ağaya Hüseyin, can verən vaxtda gözüm yar o dilaranı gəzər.
Hüseyin beli gamdan bükülen bilirsen Fatime-i Zahranı gezer. Düzdür nenemiz ayrı düşsün ama bir müşkülümüz olan da Hanım Zahranın kapısına gelerdi. Ama dönsün ya Hüseyin, bela bakıydı o mazlum ağanın gelen yollarına. Algaraz etti vasiyetlerin Müslim ala celladi yanım hanzar-ı hunriz yayan. Baktı Mevlası gelen yollara ey Müslim, arz edip ahir ömründe selam olsun sana Hüseyin. Ey falan oğlu can, bir kimse yürek dağlayanım yok idi Küfe'de. Başı üstte oturup münetim ağlayanım. Allah bu dünyada et kimi garip eləməsin, garip öldürməsin. Görərsən ağı bir qürbətten can verəndə hüzün dolandırar vətənine tərəyəm. Deyən Allah qürbətdə ölməyinə mühnət imiş. Can veren vaktden yok idi gözümü bağlayan. Ne var idi anası bacısı bir vay diyeler. Halalar neşin araya ona lay lay diyeler. Hamdensın ya Hüseyin, ya Hüseyin. Lanetullah ala kavmez zalimin ve seyâlemü'l-lezîne yengelbun. Xudaya roz-i şab nevaxanım misal şam-ı yazan. Mehbelünden suzanım tez tez dolanır, çölleri heyret anası. Tez tez dolanır, çölleri heyret anası. Ey vay deyər oğlum sana bu çölde ne geldi. Kim kesti oğul başıvdi daldan aza oldu. Senden sonra kızlar balalar çöllere düştü. Hamdensün ya Hüseyin, ya mazlum kardeş ölmüş. Zeynep'in ağlanı kocalttı ay kardeş. Senden sonra kızlar balalar çöllere düştü. Eyvah deyir oğlum sana çölde nerede oldu. Tez tez dolanır çöller gayret zanası. Salavat-ı Muhammed